Salam dostlar, xoş gördük sizləri. Bəli, yenə bazar günü və Ay Uşaqlar efirdədir. Əziz dostlar, bax gördüyünüz kimi deyəcəksiniz görəsən mən hardayam? Qubaya gedirdim və Qubaya gedən yolda belə bir çay gördüm, Cağacuq çay. İstədim ki, belə burada düşüm. Maraqlı gəldi düzü bu çayın adı mənə və istədim ki, görüm burada hansı kənd var yaxında. Ora gedək və oradakı dostlarımızla yaxından tanış olaq və təbii ki, sağ tərəfə diqqət yetirəndə Talabıqışlaq kəndini gördüm. Və mənə belə məlumat var ki, burada tatlar yaşayırlar və çox maraqlı olardı ki, bu kənddə yaşayan dostlarımızla tanış olaq və onları sizə çəkək, göstərək və görək onlar yay tətillərini necə keçirirlər. Beləliklə biz Ay Uşaqlar deyib Talabıqışlaq kəndinə gedirik. Hə, Ay Uşaqlar deyib görün gəlib hara çıxmışıq əziz dostlar. Baxın nə göstərəcəm sizə. Burada həmən bu kəndin xəritəsi var. Talabı yazılıb və burada xəritələri də görürsünüz və baxın Çağaçıq, həmin ki bax bayaqki çaydır ki, mən sizə dedim ki Çağaçıq çayı var idi. Oradan düz 3 kilometr aralıda gəlirsiniz Talabıqışlaq, 5 kilometr Xaruşa və yuxarı Talabı, hansı ki biz getdiyimiz nöqtə 6 kilometr buradan uzaqdadır və gedəcəyik indi həmən o Talabıya. İnanıram ki, orada bizi çox maraqlı və macəralı bir gün gözləyir. Beləliklə bizdən ayrılmayın. Ay Uşaqlar, Talabıya doğru düz 6 kilometr yolumuz hələ var. Onu da deyim ki, əziz dostlar, bax, buranın çox maraqlı təbiəti, çox gözəl meşələri var və bir şey də nəzərinizə çatdırım. Yəni mənim sağ tərəfimdə Vəlvələ çayıdır, sol tərəfimdə isə bax gördüyünüz yazılıb Çağaçıq çayıdır və deməli bu iki çayın ortasında həmin bu kənd yerləşir. Əgər qarşıda rastımıza çıxsa, mən mütləq və mütləq düşəcəm və sizi həmin çayların qırağından tanış eləyəcəm. Beləliklə bizdən ayrılmayın, Ay Uşaqlar! Talabıda. Bəli, əziz dostlar, əgər xatırlayırsınızsa, mən bayaq qeyd eləmişdim ki, həmin Talabı kəndini biz gedirik, hansı ki ora Cağacuq çayı sol tərəfdə və sağ tərəfdə isə Vəlvələ çayı. Bax, indi mən hal-hazırda Vəlvələ çayının düz yanındayım. Baxın dostlar, buz suyu var. Bir də onu qeyd edeyim ki, burada kənd sakinləri belə deyirlər. Yəni, Vəlvələ, burada sağ tərəfdə görürsünüzsə, orada kənd var, Qorxmazoba kəndi. Bu adı da, Qorxmazoba kəndinin adını da elə bu çayla bağlayıblar. Yəni bu çay o qədər qorxulu olur, o qədər insanlara belə vəlvələ canına salır ki, o yəni qışda daha da çox olur, su artır, sel demək olar ki aparır bütün kəndin qıraq yerlərini. Və həmən bu kəndin adı da Qorxmazoba ona görə adlandırılıb. O kəndin sakinləri heç vaxt qorxmurlar. Bax, bu çayın vəlvələsindən qorxmadıqlarına görə bu kəndə Qorxmazoba adı verilmişdi. Beləliklə, əziz dostlar, biz indi yollanırıq düz Talabı kəndinə. Ay Uşaqlar, Talabıya doğru. Bəli, əziz dostlar və nəhayət ki, biz gəlib çatdıq Talabı kənd İbtidai məktəbinə. Baxın, görürsünüz, burada yazılıb Quba rayon təhsil şöbəsi Talabı kənd İbtidai məktəbi və bizim dostlarımız da artıq orada bizi gözləyirlər. Beləliklə, içəri keçək. Salam uşaqlar!
Oh, gəlin görüm, gəlin. Necəsiz? Salam mənim təvəkkül müəllim, necəsiz? Xoş gəlmisiniz. Xoş gününüz olsun. Bəli, əziz dostlar, gördüyünüz kimi biz artıq uşaqların yanındayıq bu Talabı kəndində və yanımda isə bizim məktəbin direktoru Təvəkkül müəllim. Yaxın gəlin Təvəkkül müəllim. Bax, uşaqlar artıq yay tətilindədirlər. Nə yaxşı ki, bax bu gün yığışmışıq, burdayıq və bu gün maraqlı bir veriliş yəqin ki, sizlə ərsəyə gətirəcəyik. Xoş gəlmisiniz. Sizi də yenə işlərinizdə uğurlar. Yay tətilinə çıxmışıq. Artıq şagirdlərimiz istirahət günlərini yaşayırlar. Kənddə də olan kənd həyatı indi çəkiliş aparacaqsınız, özünüz də görəcəksiniz. Və Təvəkkül müəllim, gəlin dostlarımızın yanında dayanaq, qoy uşaqlar da görünsünlər. Uşaqlar gəlin qabağa, bax belə dayanaq. İstəyərdim ki, bizə bu kənd haqqında bir balaca məlumat verəsiniz və bildiyimə görə bu kəndin sakinləri də çox azdır, 384. Düzdür? 84 əhalisi var. Talabı kəndi tala sözü ilə bağlıdır. Yəni keçmişdən hələ talalıq zonalar olduğuna görə insanlar məskunlaşıblar, evlər düşüb. Hal-hazırda yaşayış tərzindən normal istirahət zonasıdır. Gözəl, səfalı yerlərimiz də var. Təşəkkürlər. Hə uşaqlar, bax indi keçə sizə, gəlin yanıma. Deyin görün bax, siz yay tətilini necə keçirirsiniz uşaqlar? Yaxşı keçirirsiniz, nə edirsiniz? Bax belə dayanaq ki, bizi görsünlər bizim dostlarımız da. Ora baxaq kameraya. Bax, necə keçirirsiniz? Nə oynayırsınız? Oyunlar oynayırsınız, yoxsa evdə valideynlərinizə kömək edirsiniz? Bax, danışın, mən bunu bilmək istəyirəm. Oynayırıq. Biz sonra valideynlərimizə kömək edirik. Kömək edirsiniz. Bax, niyə kömək edirsiniz valideynlərinizə? Mənə maraqlıdır. Suya gedirsiniz, ot üçün gedirsiniz, odun üçün gedirsiniz. Mən valideynlər odun doğrayıram. Odun doğrayıram. İstədiklərini İstədiklərini eləyirsən, nə yaxşı. Bəs burada bulaqlarınız da var da yəqin. Hansı bulaqlar var burada kəndə? Mənim bir dənə burada bir bulaq var, yuxarıda, bir də aşağıda. Adları var yoxsa yox? Birinin adı Sərvuddur, birinin adı Birinin adını bilmirsən. Eyb yox, bax bugün biz də mənlə bərabər, elə sizlə bərabər mən gedəcəyəm. Bax, sizin valideynlərinizə, nənələrinizə, babalarınıza kömək eləyərik. Yaxşı uşaqlar? Onlar üçün faydalı işlər görərik. Su daşıyarıq, odun yararıq. Nə deyirsiniz? Bu günümüzü maraqlı keçirdərik, hə uşaqlar? Bəli! Yaxşı, əziz dostlar, bəli, bax, artıq biz verilişimizə start verdik. Bugün biz dostlarımızla maraqlı bir gün keçirəcəyik. Beləliklə, ay uşaqlar, hardadır? Talabı kəndində! Getdik! Əziz dostlar, baxın biz uşaqlarla gedirik kəndi qarış-qarış gəzməyə. Gəl bura, sənin adın nə idi bayaq? Faiq. Faiq, bax sən bayaq dedin ki, valideynlərimə kömək eləyirəm, nənəmə, babama kömək eləyirəm, düzdür? Nə kömək eləyirsən dostlar? Nənəm gedən su gətirirəm, ona kömək edirəm. Odun yarırsan, Odun yarıram onun üçün. nənən su gətirirsən. Bəlkə elə bugün gedəksən, adı nədir nənənin? Nənəmin adı Simrə. Simnarə nənə. Bəlkə elə bugün gedək uşaqlarla bir də Simnarə nənəyə kömək eləyək. Bəli. Su gətirək bulaqdan, odun onun üçün yaraq, düzdür? Əziz dostlar, baxın bizim arxamızda müəllimələr də bizlə bərabərdir. Onlar da bizlə bu gün maraqlı gün keçirmək istəyirlər. Beləliklə biz gedirik Simnarə nənəgilə. Gedək uşaqlar. Yurdum yuvam, ayaksız kendimiz, azat abad, akışan kendimiz. Güzel olur senden yay kış bahar, güzel olur senden yay kış bahar. Yaşın meşeli, ömrün neşeli, sevirem seni güzel kendimiz. Yaşın meşeli, ömrün neşeli, sevirem seni güzel kendimiz, kendimiz. Əziz dostlar, baxın artıq demək olar ki, biz çatmışıq Simnarə nənənin evinə və indi gedib görək Simnarə nənə orada nə edir və biz ona necə kömək eləyə bilərik. Gəlin görək uşaqlar. Çağıraq nənəni uşaqlar, hə? Bir yerdə onda. Simnarə nənə! Ay Simnarə nənə! Baxın orada da oturub. Ay nənə nə edir orada, hə uşaqlar? Nə edir? Çörək bişirir. Gedək onda görək, bəlkə ona odun lazım olacaq. Əgər odun lazım olsa, böyük məmnuniyyətlə biz Simnarə nənə üçün odun daşıyıb gətirərik. Ay, salam Simnarə nənə. Çənəmi, ay nənə, çənəmi.
Necəsiz? Sağ olun, sağ olun. Allah hamınıza kömək olsun. Həmişə gözəl belə məclisləri çəkəsiniz. Bu uşaqlar da o gün olsun, sizin kimi müxbir olsun, sizin kimi oxusunlar. Böyük məktəbdə, müəllimələrim də böyük vəzifədə, məktəb direktorunda Allah canını sağ eləsin. Amin, əlbəttə. Hamınıza Allah saxlasın. Nənə çox sağ ol. Sağ olun. Faik, bizim balaca dostumuz var burada Faik. Hə, hə, Dedi ki, mən həmişə nənəmə işlərdə kömək edirəm, Eləyir. odun daşıyıram. Hə, Ne hə. edirsiniz burada bugün? Orada sizin üçün lavaş, kitab pişirəcəyəm. Onda sizə odun lazım olacaq. Hə, Biz hə, sizə hə. odun yığarıq. Oldu balalar. Su lazımdırsa gedib belə su da daşıyarıq. Sağ olun, sağ olun. Allah köməyiniz olsun. Çox sağ ol nənə. Allah sizi var eləsin. Min eləsin. Bax bugün biz uzaq bir yol gəlmişik. Hə, hə. Gəlmişik ki, Xoş bu kəndin, gəlmisiniz, xoş Talabı gəlmisiniz. kəndini gəzək, dolaşaq və bizim dostlarımızla yaxından tanış olaq. Görək burada uşaqlar yay tətilini necə keçirirlər. Kömək eləyirlər uşaqlar sizə. Hamısı, hamısı Nəvələrimiz, gözəldir. Nəvə, köməkli. nəticəmiz, nəvəm də var. Maşallah. Hamısı böyük nəvələrim var. Heyvanlarınız da var. Hamısı. Otarmaq lazımdır, aparaq otara. Yox, sağ ol. Sağ ol. Yaxşı, bəlkə ot biçək sizin üçün nənə. Bax, nə O da kömək sağ ol, o da lazımdır. sağ ol. Otumuz hazırdır qapıda. Ot hazırdır. Onda gedib heyvanları otlayarıq. Sağ ol, Yaxşı. sağ ol. Bəli, əziz dostlar, gördünüz ki, nənəmiz nəsə burada bişirir. Nə bişirirsiniz nənə? Bax, lavaş çörək bişirirəm sizə qısa. Oo, qutab. Qutab və lavaş çörəyi. Nənə, siz bişirməyinizdə olun, bax, yandım mən. Siz bişirməyinizdə olun, biz də gedək, burada nənə üçün görək nə iş varsa kömək eləyək. Gedək uşaqlar! Gəlin gedək nənə üçün otları orada düzək bir-bir üstünə. Gəlin, yanarsınız, keçin qırağa. Yurdum yuvam, ayaksız kendimiz, azat abad, akışan kendimiz. Güzel olur senden yay kış bahar, güzel olur senden yay kış bahar. Yaşın meşeli, ömrün neşeli, sevirem seni güzel kendimiz. Yaşın meşeli, ömrün neşeli, sevirem seni güzel kendimiz, kendimiz. Kuşlar, kuşlar ne güzel okuyor. Beh, 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 beh ne güzel okuyor. Yaşlı elmasları çiçekleri, yaşlı elmasları çiçekleri. Uşaqlar, bax görürəm bayaqdan nənəmizə kömək eləyirik. Gəlin biraz oyunlar da oynayaq. Bilin görün mənə, bax siz yay tətilində hansı oyunlar oynuyorsunuz? Gizlən paç oynuyorsunuz, sonra yaylıq atdı, sıçan pişik, Bayrak açıttı. bayraq qaçırtdı. Sonra hansı oyunlar? Futbol oynuyorsunuz. Qaç tutdu oynuyorsunuz. Sen de mən də oynuyorsunuz. Sen bayaq nə dedin? Yaylıq atdı. Ben Yaylıq atdı necə olur? yaylak attı. Yaylağı birine atırsınız ve onu dalınca kaçırsınız. Yəni uşaqlar çoxu, neçə nəfər uşaq oynaya bilər orada? Çok. Hamı oynaya bilər orada. Nə maraqlı. Uşaqlar əlbəttə gəlin sizlə bərabər maraqlı gəldi mənə yaylıq atdı. Gəlin yaylıq atdı oyununu oynayaq. Oynayaq? Məni öyrədərsiniz uşaqlar? Yaxşı, əziz dostlar, belə biz indi burada dostlarımızla bərabər yaylıq atdı oyunu oynayacağıq. Heç bilirsiniz bu necə olur? Mən də bilmirəm. Gəlin baxaq. Deməli uşaqlar biz tuturuq əl-ələ, aralanın, bax belə əl-ələ tutursunuz, ay sağ ol. Sonra bax tutduq əl-ələ uşaqlar, sonra neynirik indi? İndi neynirik, hanı gəlsin? Otururuq aşağı, oturduq aşağı, aha, sonra neynirik? Yaylıq kimdədir? Yaylıq səndədir. Deməli, sonra neynirik uşaqlar? Otururum. Oturduq sonra? Yaylak atırım. Yaylıq atırıq. Bax, hə, o qızdadır yaylıq. Yaylıq atacağıq indi. Və sən hər kəsin kürəyinə vuracaqsan, hə? Vur, get, yaylığı kimə atacaqsan görək. Əziz dostlar, bax, oyunun qaydası budur. Deməli, uşaqlar çevrə halında oturublar, dairəvi və bir nəfər yaylıq əlində gedir vura-vura, kimisə kürəyinə yaylıq atır və gizlincə. Və o da, baxın, görürsünüz yaylığı götürüb qaçır, həmən o qızı tutmalıdır, hansı ki yaylıq atmışdı onun kürəyinə. Ha? Nə maraqlı oyundur. Tuta biləcək yoxsa yox?
Tuta bilmədi deyəsən. Yaxşı, gəl soruşaq elə qızın özündən. Əgər bax səni tuta bilmədi, düzdür? Bəli. Tuta bilsəydi nə olacaqdı? Mən onu ortada oturacaqdım. Onda orta oturacaqdın. Deməli sən yaylığı onun arxasına atdın və qaçdın, düzdür? Bəli. Nə maraqlıdır. Deməli o səni əgər tuta bilsəydi sən ortada oturacaqdın, hə? Oynamayacaqdın da, gözləyəcəkdin. Düzdür? Bəs tuta bilsəydi nə olacaqdı? Tuta bilsəydi. Hə? Tuta bilməsəydi və oturdun sən burada, hə? Bəli. Yenə davam edirsən oyunu yoxsa yox? Yenə davam edir. Davam edir. Oyun davam edir. Əgər tuta bilsəydi əziz dostlar, bizim bu qız oturacaqdı ortada və oyunda iştirak edə bilməyəcəkdi. İndi ki tuta bilmədi, yenə də oyunumuz davam edir və bu qız da burada oynayacaq bizim dostumuz. Belli davam edirik, hə? İndi sənsən. Mən də oynayıram əziz dostlar, görək olacaq. Gördünüz? Yaylığı mənim kürəyimə atmışdı, mən də onu tutdum və cəzalandırıram, o artıq oyunda iştirak eləməyəcək. Otur aşağı. İndi yaylığı mən atacağım. Deməli belə. Getdik. Aha. Mən də yaxalandım əziz dostlar, deyəsən mən də cəzalanıram və adın nə idi? Gəlirə. Deməli sən məni tutdun, indi sən oyunu davam etdirəcəksən, mən sizə otururam, hə? Buyur, davam elə oyunu, mən də dostumuzla otururam burada. Gördüyünüz kimi artıq oyunun sonuna çatdıq. Görürsünüz, hamı cəzalandı, hamı ortada oturub. Cəmi 2 nəfər qalıb. Bax, biz görürük Faiqi və orada balaca bir qız var, onu. Şahanə? Şahanə. Yaxşı, görək indi Şahanə qalib olacaq, yoxsa Faiq? Başlayın, siz də davam edin. Aha. Atdı yaylığı. Şahanə, qaç. Tuttu Elçala! Əziz dostlar, beləliklə gəl bura Şahanə, gəl. Beləliklə bu oyunda qalib bizim Şahanə oldu. Alqışlayaq Şahanəni. Uşaqlar, bax, bayaqdan iş gördük orada, nə üçün saman daşıdıq, düzdür, odun daşıdıq. Biraz oyun oynadıq, yoruldunuz? Acımısınız? Onda gedək. Biz nənənin yanına, çünki artıq deyəsən kətələrimiz hazırdır. Bu tablar, getdik. Uşaqlar, görürsünüz, dostlarımız yaman acıyıblar. Görün, necə gəlib əyləşdilər. Nənəcan, qutablar hazırdır? Hazırdır. Hazırdır, uşaqlar. Yiyəcəksiniz, açsınız, hə? Ay, sizi də gəllər. Yaxşı, indi nənəmiz bizim üçün qutab hazırlayır və biz də yiyəcəyik. Simnarə nənə, bax, çox sağ olun, qutabdan yedik, kətələrdən yedik, çox sağ olun, Allah əlinizi, qolunuzu var eləsin. Bax, sizin üçün odun da daşıdıq, ora yığdıq, sonra ot qayalarını da ora hündürə qaldırdıq sizin için. İndi nə istəyirsiniz eləmək? İndi istəyirik, suyumuz çatmır, gedib su getirəcəksiniz. Uşaqlar, nənə üçün su gətirmək, hardan gətirəksin, nənə? Bulaqdan. Bulaqdan gətirik. Nəylə gətirək, ay nənə? Uzun qulaqla. Uzun qulaqla, bitonlara dolduracaq. Dolduracaqsınız. Su getirəcəksiniz. Bulaq başında. Bulaq başında. Bulaq uzaqdadır nənə? Yaxındadır. Yaxındadır. Ya uşaqlar tanıyırsınız? Wow! Bəli, çox maraqlıdır uşaqlar. İndi gedirik biz nənə üçün bulaqdan su gətirməyə. Bəs ulağan uşaqlar. Orada. Getdik. Gəlin.
uşaqlar? Getdik. Hə. Əziz dostlar, görürsünüz necə maraqlıdır. Bax bu kənd həyatı. Yəqin bizə şəhərdə oturan uşaqlar da indi baxırlar. Yəqin onlar da burada olmaq istəyəcəklər indi. Bəli, çox maraqlıdır. Biz indi gedirik Uzunqulaqla. Nə üçün? Bulaqdan su gətirməyə. Gəlin, gəlin. Nənə üçün su gətirməyə. Əziz dostlar, görün bax, bizim bu kəndin uşaqları necə zəhmətkeşdirlər. Bax, görürsünüz, nə üçün gedirlər su gətirməyə. Bax, bu həqiqətən də çox sevindirici haldır ki, burada böyüklərə necə hörmət var, necə diqqət var və bizim dostlarımız da çox zəhmətkeşdirlər, əməyi çox sevirlər və hər gündə bax, bu işlə məşğul olurlar. Suya gedirlər, bax, bulaqdan su gətirməyə, odun daşıyırlar, hətta saman yığırlar bir-birinin üstünə. Yəni, bu işdə valideynlərinə kömək edirlər. Bəli, hər zaman siz də zəhmətkeş olun, çünki zəhmətkeş insanlar, zəhmətkeş uşaqlar hər zaman bizə gərəkdir. Ay uşaqlar, nəhayət ki biz gəlib çatdıq bulaq başına. Bəli, bu bulağın adı Sərquddur. Yəni bulağın gözü deməkdir. Baxın, görürsünüz, bulaq yerdən qaynayıb çıxır. Əziz uşaqlar, gördüyünüz kimi mən elə bildim ki, hardansa su axacaq və biz oradan doldurub gətirəcəyik, amma bu belə deyil. Su yerdən çıxır və biz buradan suyu doldurub, bax, həmin o səhənglərə dolduracağıq, bitonlara, daha doğrusu, sonra isə gedəcəyik evə. Başlayaq uşaqlar, kömək eləyəcəksiniz mənə. Onda sən tut, mikrofonu saxla mənim üçün. Ay uşaqlar, görürsünüz, bax, artıq sularımız hazırdır, bidonlar dolub suyla və söz verdiyimiz kimi nənə üçün biz artıq su aparırıq. Gedək uşaqlar! Getdik! Gəlin uşaqlar, qoyun bitonların ağzını, bax, bu da burada. Görürsünüz uşaqlar, axı bizim Uzunqulaq da suzuyub, ona görə ona da su vermək lazımdır. Uşaqlar, bax, gördüyünüz kimi su gətirdik. Uşaqlarımız da yaman suzuyublar, istidir və çox yorulublar. Əziz dostlar, bax, mən sizi, bizə baxan dostlarımıza nümunə göstərmək istəyirəm. Baxın, görün ki, ay uşaqlar, bizim necə cəsarətli, necə zəhməti sevən dostlarımız var. Və hər işdə valideynlərinə, nələrinə, babalarına kömək edirlər. Hər birinizə, bax, bunu istəyirəm, arzuluyum ki, siz də valideynlərinizə kömək eləyəsiniz, hər bir işlərinə onların kömək olasınız. Və bilmirəm, siz uşaqlar yorulmuşsunuz yoxsa yox, amma mən dəhşət yorulmuşam. Ona görə gəlin biraz istirahət eləyək, hə? Yaxşı, onda gəlin su içək, özümüz su gətirmişik, su içək, sonra biraz dincələk. Gəlin buram. Bəh, çox dadlı sudur, çox. Bəli, əziz dostlar, nəhayət, bax, bugünkü verişimizin də sonuna gəlib çatdıq. Bugün də inanıram ki, verişimiz sizin ürəyinizcə oldu. Uşaqlar, necə keçdi bugünümüz? Bax, indi isə sizlə sağollaşmalıyam, çünki artıq vaxt bitmək üzədir. Deyin görün, bugün biz haradaydıq?
Talabı kəndində, bəli, Qubanın Talabı kəndindəydi və nəhayət ki, verilişimiz bitmək üzrədir. Sizlə əziz dostlar, sağollaşıram. İnanıram ki, haçansa yenə bir də bura gələcəm. Bu kəndə sizin kəndinizə yolum düşəcək. Çünki bura mənim çox xoşuma gəldi və həqiqətən də siz mənim ürəyimcə olduğunuz çox ağıllı, qoçaq uşaqlarsınız, zəhmət sevən uşaqlarsınız. Sonda isə əziz dostlar, sizlə yalnız və yalnız ay uşaqlar deyib sağollaşacağam. 3, 4, ay uşaqlar! Sağ olun uşaqlar, sağ olun.